Yəni düşün, indi insan doğum tarixini bilsə, bunu HR-lara xüsusilə mən tövsiyə edirəm. Rus dilini bilən HR-lar mütləq gəlib Südsay oxusunlar. Niyə? Südsay master olan HR digər HR-lardan 1-0 öndədir. İnsanlarla işləyir də daima. İnsanlarla işləyir, doğru kadrı seçim. Misal üçün deyirəm də, bu günləri CV-lər, yəni mənim işlədiyim şirkətlərin CV-ləri HR-a getmir, mənə gəlir. CV-yə doğum tarixinə baxıb işçini mən yönləndirirəm. Ki, bu işçini bura götür, bu kadra uyğunlaşır, yoxsa uyğunlaşmır. Təbii ki, təcrübəsi önəmlidir, özünün o sahədə inkişafı önəmlidir. Ya da kompetensiya deyil. Amma misal üçün, mən sənə heç kim analiz öyrətməyib baxı. Və sənə heç kim hədəf təyinin öyrətməyib. Bu instinktiv gəlirdi o. Və səni doğru o sahəyə götürüb qoysaq, sən orada çox rahat şəkildə həm özün reallaşasan, həm şirkətə fayda verəcəksən. Biz həmişə təcrübə ilə axtarırıq. Mən doğum tarixi ilə tapıram. Və effektivi çox olur.